Bugün ölkəmizin hər yerində olduğu kimi, minlərlə körpə fidan məktəbə qədər qrupların qapısından ilk addımlarını ataraq gələcəyin işıqlı yoluna qədəm qoydu. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Nəsrəddin Tusi adına Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdə də bugün xüsusi bayram ab-havası yaşanıb. Sevinç və həyəcanla məktəbə qədər qrupa gələn balaca fidanlar məktəbin mehriban və qayğıkeş kollektivi tərəfindən isti münasibətlə qarşılanıblar. Məktəbin direktoru Reyhan Baxşıyevanın uşaqlara göstərdiyi nəvaziş və səmimi sevgisi valideynlərə bir daha əminlik verib ki, gələcəyimiz etibarlı və peşəkar əllərdədir. Onun rəhbərliyi ilə məktəbdə formalaşan sağlam, xoş mühit uşaqların yalnız biliklə deyil, həm də mənəvi dəyərlərlə böyüməsinə zəmin yaradır. Məktəbə qədər təhsil uşaqların gələcək həyatının təməlini təşkil edir. Bu mərhələdə qazanılan ilk bilik və vərdişlər onların məktəb həyatına daha inamla başlamasına kömək edir. Reyhan Baxşıyevanın uzaqgörən rəhbərliyi nəticəsində Nəsrəddin Tusi adına 12 nömrəli tam orta məktəbdə uşaqlar üçün yaradılan şərait, müəllimlərin peşəkarlığı və yüksək pedaqoji yanaşması bu sahənin vacibliyini bir daha önə çıxarır. Uşaqlara göstərilən qayğı, məktəbin səliqəli və təmiz sinif otaqları, nizam, intizam və sevgi dolu mühit burada hər bir şagirdin sağlam böyüməsinə xidmət edir. Reyhan Baxşıyeva rəhbərliyində qurulan bu mühit yalnız məktəbin deyil, bütövlükdə şəhərin təhsil mühitinə örnəkdir. Bugün körpələrin üzündəki təbəssüm, valideynlərin gözündəki məmnunluq bir daha sübut edir ki, sağlam təhsil mühitində böyüyən uşaqlar sabahın savadlı, vətənpərvər və əxlaqlı vətəndaşları olacaqlar. Məktəbin direktoru Reyhan Baxşıyevanın rəhbərliyi ilə yaradılan bu şərait isə ən böyük təminatdır ki, gələcəyimiz işıqlı, ümidverici və uğurlu olacaq. 2025-2026-cı tədris ili üçün məktəbimizdə Azərbaycan bölməsi üzrə 4, Rus bölməsi üzrə 1 məktəbə azadlıq qrupu fəaliyyət göstərəcək. Vətənimiz üçün, təhsilimiz üçün xeyirli, uğurlu olsun. Biz də öz növbəmizdə təhsil ailəsi olaraq, təhsil işçiləri olaraq cəmiyyətimizə layiq, vətənimizə layiq övladlar yetişdirməyə söz veririk. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.